Azyaşlı uşaqlar evdə turşu yeyərək zəhərləniblər. Hadisə Tovuzda baş verib. Valideynləri bildirir ki, ailənin 4, 5 və 6 yaşlı uşaqlarının turşu yedikdən sonra vəziyyətləri pisləşib. Üstün hazırlanmış turşudan uşaq öz başına açıbdı. Onu demək olar ki, qida kimi qəbul edib. Bəli. Biz özümüz toydaydıq. Toydan çıxdıq gəldik. Sonra görürük. Pisləşmiş uşaqlar. Bəli, hallar pisləşmişdilər. Birinin yaşı 5-dir, birinin yaşı 6, birinin də yaşı 4. Üçü də yeyibdir. Bəli. Bilmədən oldu. Azyaşlılar təcili olaraq xəstəxanaya çatdırılıb. Dərhal tibbi müdaxilə olunub. 11-10 ay 2025-ci il tarixdə saat 21:30 radələrində 3 nəfər azyaşlı qida zəhərlənməsi şübhəsi diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Valideynlər uşaqların ev usulü ilə konservləşdirilmiş qida qəbul etdiklərini bildirmişdir. Xəstələrin hər birinə lazımi tibbi yardımlar göstərilib və vəziyyətləri stabilləşənə qədər həkim nəzarətində saxlanılmışdır. Sonra isə ambulator nəzarət tövsiyə olunaraq evə buraxılmışdır. Xəstəxanadan verilən məlumata görə uşaqlar evə buraxılsalar da həkim nəzarətində saxlanılırlar. Cümşüd Məmmədov, Kəmal Əlimuradova, Xəzər xəbər.